Dəyərli izləyicilər, Nadir Xan Əfşar 1726-cı ildən 1736-cı ilə kimi Səfəvilər dövlətində ordu komandanı, əvvəlcə ordu komandanı olub, sonradan isə sonuncu Səfəvi şahı 3-cü Abbasın vəkili və naibi olaraq Səfəvilər dövlətini idarə eləyib. 26-cı ildən 32-ci ilə qədər 6 il Səfəvi hökmdarı Şah 2-ci Təhmasibin ordu komandanı vəzifəsini icra edib. 32-ci ildən 36-cı ilə kimi isə 3-cü Abbasın naibi vəkili olub və əslində 3-cü Abbas özünüz bilirsiniz də az yaşlı idi, yəni uşaq idi, Səfəvi dövlətini idarə etmək qüdrətində deyildi. 3-cü Abbas formal olaraq hökmdar şah vəzifəsinə taxtına əyləşdirilmişdi. Əslində ölkəni 32-dən 36-ya kimi Nadir vəkil kimi idarə edib. Şah olmayıb, vəkil kimi idarə edib. Şah 3-cü Abbas idi. 26-cı ildə Nadiri ordu komandanı vəzifəsinə Şah 2-ci Təhmasib təyin edir. 26-dan 32-ci ilə kimi 2-ci Təhmasibin ordu komandanı olur. 2-ci Təhmasib niyə Nadiri ordu komandanı təyin elədi? Çünki Səfəvilər çətin vəziyyətdə idi. Ölkənin bir hissəsi Əfqanların nəzarətində idi. Bir hissəsi Xəzər sahili vilayətlər Rusiyanın nəzarətində idi. Azərbaycanın qərb torpaqları Osmanlının işğalında idi. Və 2-ci Təhmasib ölkəni bu işğalçılardan azad eləmək üçün Nadiri ordu komandanı təyin elədi. Niyə Nadir? Çünki Nadirin nüfuzu və şöhrəti orduda və insanlar arasında çox böyük idi. Təhmasib bunun nüfuzundan, gücündən, hərbi qüdrətindən istifadə edib ölkəni düşmənlərdən təmizləməyi fikirləşirdi. Nadirin fəaliyyətlərinə baxaq. Birinci məsələ. İlk olaraq ölkə ərazisini Əfqan işğalçılarından xilas edir. Əfqanları ölkədən qovur. Təqribən 18-ci əsrin 20-ci illərin sonunda, yəni təqribən buna il desək biz 1728-1729-cu illərdə Əfqanları ölkədən qovur. Birinci ölkədən çıxartdığı işğalçılar Əfqanlardır. Əfqanlardan sonra Osmanlı ilə müharibəyə başlayır. 1730-31-ci illərdə apardığı Osmanlı ilə müharibə nəticəsində Həmədan, Şirvanşah, Ərdəbil, Təbrizi geri qaytarır. Amma qəfildən Osmanlı ilə müharibəni dayandırır, müvəqqəti dayandırır. Niyə? Xəbər çatır ki, ona ki, Əfqanlar üsyan qaldırıblar Xorasanda. Məhz o Əfqan üsyanını yatırmaq üçün Osmanlılarla qəfildən müharibəni müvəqqəti dayandırıb gedir Xorasana üsyan yatırmağa. Bu Xorasana gedəndə, Əfqan üsyanı yatırmaqda olanda Səfəvi hökmdarı 2-ci Təhmasib ölkədə öz nüfuzunu artırmaq üçün Nadirin dayandırdığı müharibəni, yəni Osmanlı ilə dayandırdığı müharibəni təzədən davam elətdirir, təzədən başlayır müharibəyə. Nadir Xorasanda üsyan yatırmaqda olanda 2-ci Təhmasib Osmanlı ilə müharibəni təzədən başladır. Niyə? Çünki istəyirdi ki, 2-ci Təhmasib qalib gəlsin və onun da nüfuzu Nadir kimi ölkədə çox olsun. Nüfuzu artsın.